Doktor, mən implant elətdirmək istəyirəm, amma bu gələcəkdə mənim orqanizmimdə hər hansı bir fəsada yol aça bilərmi? Ümumilikdə implantlar titan və yaxud da zirkonium materiallardan hazırlanır və bu orqanizm tərəfindən bu titaniumdan hazırlanmış və yaxud zirkoniumdan hazırlanmış implantlar normal qəbul olunur. Bunların heç bir əks təsirləri, fəsadları və yaxud da bəzən xəstələr bizə sual verirlər ki, doktor, bu bizdə hansısa bir onkoloji problemi yaradar və yaxud da orqanizmimizi zəhərləyər və yaxud da hansı bir toksinlərin orqanizmdə əmələ gəlməsinə səbəb ola bilər. Mən deyərdim ki, xeyr, çünki bunlar hamısı bir mifdir. İmplantın insan orqanizminə ümumilikdə heç bir ziyanı yoxdur. İmplantın yeganə bizə bir zərər deməyək buna, yəni implant orqanizmə uyğunlaşmaya bilər və implantı itirə bilərik. Yəni implant əməliyyatından sonra implant düşə bilər. Bundan başqa implantın bizim orqanizmimizə verəcəyi heç bir ziyan yoxdur və heç bir fəsadlara da yol açmır. Sadəcə olaraq implantların qoyulmasında olan göstərişlər var. Bu göstərişlər də məsələn ağır osteoporoz olan xəstələrdir, şəkərli diabet xəstəlikləridir bəzi hallarda. Ümumilikdə sümük sistemində çatışmamazlıqlar olan və bəzi xəstəliklərin daşıyıcısı olan insanlarda implant əməliyyatları etmək və implant yerləşdirmək olmaz. Normal əkilmiş, normal qoyulmuş implantlar bir uzun müddət insanlara xidmət eləyir. Yaşlaşdıqca sümüklərimizdə atrofiya, diş ətlərimizdə diş ətlərinin çəkilməsi prosesi baş verirsə, eynilə bu proseslər də implantlarda gedir. Dişlərimizi itirdiyimiz sürəcə qədər gedən normal proseslər implantlarda da baş verir. Sadəcə olaraq implantların yerləşdirilməsi professional həkim tərəfindən aparılmalıdır və professional qoyulmuş implantlar bizim üçün gələcəkdə heç bir fəsadlar yaratmayacaqdır. Bəzi hallarda 18 yaşına qədər olan xəstələrdə və yaxud da ki, hamiləliyin ilk birinci trimestrində qoyulmuş implantlarda da dayanıqlıq olmur. İmplantların dayanıqlıq olması üçün xəstələrdə zərərli vərdişlərdən imtina etməlidirlər. Məsələn, siqaret, alkoqol tükətimi və yaxud da stomatoloqa vaxtında müraciət eləməmək, diş daşları, diş ətlərinin xəstəlikləri, gingivitlər, bütün bunlar zamanla implantların itirilməsinə gətirib çıxarır. Ümumilikdə implantlar orqanizmdə heç bir onkoloji xəstəliklərin və yaxud da digər toksinlərin əmələ gəlməsinə səbəb olmur. İmplantlar dişsiz çənələrdə bizə çox böyük üstünlüklər verir. Məsələn, bir çox pasientlərimizdə alt çənənin tam atrofiyası dediyimiz bir hal baş verir ki, hansı ki, xəstə protezlə gəzdirə bilmir. Biz 4 və yaxud da 2 implant üstündə sabitləşmiş protezlər hazırlaya bilərik implantların üstünə və bu da zamanla xəstənin həzm sistemində və yaxud da başqa bir problemlərin əmələ gəlməsinə, dişsizliyin səbəbi olduğu hallarda implantlar bizim böyük yardımımıza gəlir. Yəni bilirik ki, implantlar ağız boşluğunda dişlər olmadıqda bizim mədə-bağırsaq sistemimizdə, həzm sistemimizdə ciddi problemlər yaranır. Ümumilikdə həkimin üzərinə nə qədər məsuliyyət düşürsə implant əməliyyatlarında, bir o qədər də məsuliyyət bizim pasientlərimizin üzərinə düşür. Çünki implantlar eynilə bizim öz dişlərimiz üçün kimi daimi qulluq tələb eləyir. Ağız boşluğunun gigiyenasını pasientlər normal saxlamalıdır. İmplant olunmuş xəstələr ən azı ildə 2 dəfə həkimlərin kontrol müayinələrindən keçməlidirlər. Bura aiddir panorama rentgen və yaxud dental rentgenlər. Ağız boşluğunun gigiyenasına nə qədər gözəl baxsaz, ağız boşluğunuzu nə qədər təmiz saxlasaz, bir o qədər ağzınızdakı implantlar sizə uzun müddət xidmət eləyəcəkdir.